Deməli belə, bu ki 4-cü dəfədir video çəkmək istəmişəm ki, çəkə bilmirəm. BMW F30-dur. Yanımıza yaxınlaşıb bu qardaş deməli həqiqətən də maşını çox qəşəng yığıb, çox zövqlə yığıb. Shit heç nə yoxdur. Lip falan heç nə yoxdur. Zavod MTEK, xrom ablisovka görünür başlıqları. Qəşəng orijinal diskləri ilə bir yerdə. Super vəziyyətdədir. Çox xoşuma gəldi və çox sveç maşındır. Qardaşım satsam mən alarım. Yəni həqiqətən sözün əsl mənasında bax videoda deyirəm, qoy videoda da qalsın. Deməli avtomobil 2017 modeldə, 16-17 modellərdəndir. Artıq 16 modellərdə bunlarda deməli B46 mühərriklər gəlir, təzə modellər gəlir. C30 motorlarında, C20-lərdə gələn motorlardan gəlir. Qardaş Türkiyədə oxuyur, Türkiyədə həmin yaşayır. Uzun müddətdə maşını orada sürürdü. Deməli nəysə, maşın orada sürüb heç bir problem yoxdur. Təbii ki, maşın öz ölkəmizə gələndən sonra bizim yanacaqdan sonra maşın başlayıb boğulmağa və maşının əsas dərdi nədir? Əsas dərdi bundan ibarətdir, gördüyünüz kimi. Sveçaya baxın. Bu sveça birinci boş olmur bunlarda. Bu N55 motorun, 3 motor BMW F10'ların, sonra X5'lerin sveçasıdır bu. Yəni alışma şamıdır. Orijinal sveçadır, amma bu 3 motorlar üçündür. Bu avtomobillərdə sveça fərqlidir. Bu avtomobillərin sveçası, deməli onu bir də saxla. Mən bir də orada sveçanı bilmirdim. Bu avtomobilin sveçası, bax orijinal sveçası, bax belə olur. Görürsünüzmü? Bu olmur. Sveça düzgün olmayanda avtomobildə gecikmələr baş verir, ondan sonra boğulmalar baş verir, hətta karabkada vurma da baş verir sveçaya görə. Yəni deyim məlumatınız olsun bilməyənlər üçün. İndi bu avtomobil sahibi qardaşın yanında indi 4 dənə orijinal sveça alışma şamı gətizdirəcəyik. Bütün farsınqalarını yuyacağıq. Niyə? Çünki qaralır, qaralma verir, yanacaq da biraz çox verir. Yuyub təhvil verəcəyik, bütün yanacaq sistemini yuyacağıq və inşallah ideal vəziyyətə gətirəcəyik. Təşəkkürlər, izləmədə qalın.